Biz hazırda Qaradağ rayonu ərazisindəyik. Gördüyünüz bu iri boru vasitəsilə yaxınlıqda olan iri ticarət mərkəzlərinin çirkab suları Xəzər dənizinə axıdılır. Əyani sizə göstərir. Mən istəyərdim ki, bu əlaqədar təşkilatlar bu işlə məşğul olsun, xüsusən Ekologiya Nazirliyi dərinlikdə olan boruların Xəzərin quruması nəticəsində üzə çıxması bir daha sübut edir ki, biz özümüzə necə xələl gətirdik. 30-40 metrə qədər də məsafədə bu dənizin içərisinə doğru gedir. Bu çirkab sularının ucbatından burada artıq heç canlı aləmdə pis vəziyyətdədir. Bura şəhərə çox yaxın olsa da, çimərlik infrastrukturu üçün potensial olsa da, insanlar üst tutmur. Çünki sizə göstərdiyimiz iri boru vasitəsilə bütün çirkab suları Xəzərə axıdılır və ifunət yiyindən burada qalmaq mümkün deyil. Axıntı sularıdır. Olduqca çirkablı, olduqca belə deyək, rəngi tünd. Bilinmək olmur bu kanalizasiyadır, zavod tullantıdır. Və dənizə olduqca çirkin su axıdır. Ben bilmirlər ki, bu dənizə nə boyda ziyan dəyir. Təəssüf doğuran ondan ibarətdir ki, yay mövsümü gəlir, insanlarımızın istirahəti üçün ciddi bir yer olmadığına görə milyonlarla pullarını aparıb başqa ölkələrə xərcləyən vətəndaşlarımıza adi bir şərait yaradılmayıb ki, heç olmasa iyisiz, qoxsuz olsun. Diqqətlə baxsaz görərsiniz ki, suyun rəngi dəyişib. Çirkab sularının nəticəsidir. Gördüyünüz bax bu çirkab suları və onların sahilə atdığı yosunlar, bilirsiniz ki, yosunların bir sıra mikroorganizmlərin, balıq yemlərinin qida mənbəyidir. Ən vacib odur ki, oksigen istehsal edir o sudan bizə. Təəssüf ki, bax qapqara, mazsa bulanmış bax bu yosun topaları buranı daha da eybəcər vəziyyətə salıb və kütləvi şəkildə buradakı canlı orqanizmin qida sistemi pozulub.